Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. 2024-cü ilin qəbul sualının izahına baxırıq. Deyərdim ki, sual ehtimal mövzusundandır və sualın izahına baxaq, amma bu sualın üzərindən bunun oxşar digər versiyalarında necə olacaqdır, ona da baxaq. Həmçinin sadəcə cavabı tapmaqla qalmayaq. Yəni məntiqini də dəqiq öyrənək ki, bənzər tipi düşsə, başqa formada düşsə, necə yazmaq olar, onu bilək. Deyir ki, şahmat turnirində 11 nəfər iştirak edib. Hər bir iştirakçı başqa iştirakçıların hər biri ilə bir partiya oynadı. Cəmi neçə partiya oynanıb? Gəlin biz bu 11 nəfəri daha az say üzərindən götürək, yoxlayaq, başa düşməyə çalışaq. Baxın, 5 nəfər düşünün. A, B, C, D, E. Onlar 11 nəfər demişdi. Mən 5 nəfər üzərindən gedirəm. Başa düşsək, hər dəfə təkrar yazmamıza ehtiyac qalmaz. Birbaşa riyazi formada hesablayıb tapacağıq. 5 nəfər var. Düşünün ki, 5 nəfər digərlərini oynayıbdır. Məsələn, A digərlərini oynayıb. Görək A özü neçə oyun oynayır. A deməli B ilə oynadı, C ilə oynadı, D ilə oynadı, E ilə oynadı. Oldu 4 dənə. Sonra görək B neçə nəfərlə oynayıb. B A ilə oynayır, C ilə oynayır, D ilə oynayır, E ilə oynayır. Sonra eyni şeyi C üçün eləsək, C üçün də yenə 4 dənə mən bura hərf yazacağam. A, B, D, E. Fikir verirsinizsə, özündən başqa elə 4 dənə hərf yazılır. Yəni, məsələn, D hansılarla oynayıb? D hərfindən başqa hamısı ilə. Yəni, özündən başqa hamı ilə. Deməli, 5 nəfərdirsə, deməli, hər biri 4 nəfərlə oynamış olur. A, B, C, E. E üçün də eynisini yazanda nə olur? A, B, C, D. Yəni, onda mənə belə bir sual verəndə mən avtomatik deyə bilərəm ki, elə 5 nəfərdirsə, hər biri baxın 4 dənə oynayıbdır. 4, 8, 12, 16, 20. Yəni öz saylarından bir dənə əskiyi olan, yəni 4. 5-i vururam 4-ə, deyirəm ki 20. Öz saylarından bir dənə əskik. Olur 20. Amma burada nəyə diqqət etməliyik? Mən görürəm ki, indi məsələn burada 11 nəfər deyirsə 11-i vuracam 10-a. Amma əsas məsələ nədir? Məntiqini anladım, bildim ki, hər dəfə bir rəqəm kiçiyə vurulur. Yəni 8 deyilibsə 7-yə vuracam. 20 deyilibsə 20-ni vuracam 19-a. Çünki hər biri, baxın, 5 dənə dördlük oldu da burada. 1, 2, 3, 4, 5. 5 nəfərin hərəsi 4 oyun oynayıb. Amma məsələ budur ki, mən görürəm ki, bunları bir-bir yazanda mən həm A-nı burada B ilə yazdım. Sonra burada B ilə A-nı bir daha oynatdım. Başqa məsələn, A və E-ni yazmışam burada. Sonra burada təzən E və A-nı yazmışam. Deməli, təkrarlamalar eləmişəm. Onda bu 20 rəqəm belə çıxır ki, düz deyil. Mən bəzi şeyləri 2 dəfə saymışam. Onda burada nəyə diqqət edirik? Bu sualın ikinci cümləsinə. Deyir ki, bir partiya oynadı. Bir partiya oynadı o deməkdir ki, A və B oynadılar, sonra bir daha oynamadılar. Yəni, cavab oyunu olmadı, təkrar oyun olmadı. Onda bir partiya deyəndə biz bu tapdığımız ədədi 20-ni bölürük 2-yə. Deyirik ki, cavab oldu 10. Yox, əgər 2 partiya desə, hər biri 2 partiya oynayıb desə, onda deməli mən düz saymışam. Deməli saydıqlarıma dəymirəm. Bu 2 partiya desəydi, burada 2 yazılsaydı, elə tapdığım cavabı götürəcəkdim. Bəs nəyə görə biz cavabı tapıb sonradan 2-yə bölürük? Birbaşa elə bir partiyanı soruşursa, birbaşa bir partiyanı tapmaq olmur? Olmur. Çünki bunun riyazi həlli budur ki, özündən bir dənə kiçiyə vururuq. 5-i vururuq 4-ə, deyirik 20. Yəni birbaşa onu tapmaq olmur. 20-ni tapandan sonra 2-yə bölürəm, deyirəm ki, cavab 10 imiş. Burada amma hər dəfə də bir-bir yazmamıza ehtiyac yoxdur da. Və yaxud da ki, yazanda mən ola bilər ki, bir partiya deyibdi, burada A və B-ni yazmışam, burada B və A-nı yazmayım, nələrsə gözümdən qaça bilər. Ona görə həmişə biz 2 partiya formasında cavabı tapırıq, sonra lazımdırsa onu bölürük yarıya. İndi burada başqa nə demək istəyirəm bu sualdan əlavə. Biz nə bilək ki, məsələn, burada özü dedi ki, bir partiya aldı, şahmat turniridir və bir partiya aldı. İndi bəzi həyatdan bəzi örnəklər verir, orada biz başa düşmürük ki, burada mən 2-yə bölməliyəm, bu bir partiyalı kimi sayılır, yoxsa 2 partiyalı kimi sayılır, 2-yə bölməməliyəm. Əvvəlcə bu sualı həll edək, sonra onun örnəklərini deyim. Burada 11-dir, 11-i vuracam 10-a, oldu 110 dənə, 11-i 10-a vuranda eləyir 110, sonra 110-u mən bölürəm 2-yə, çünki oyun bir partiyalı idi. 2 partiyalı olsaydı, C variantını götürəcəkdim. 110-u bölürəm 2-yə, deyirəm ki, cavab oldu 55. Real həyat hadisələri nə ola bilər? Oyun olaraq başqa oyunlar verə bilər bizə. O heç, yəni futbol deyə bilər, basketbol deyə bilər, başqa-başqa oyunlar deyər. Orada yenə onsuz özləri qeyd edəcək ki, bir partiyadır. Deməli, bir partiyadırsa bölürük. 2 partiyadırsa,
dəymirik. Bunu hətta burada qeyd eləyək. Deməli, əgər oyun bir partiyalısa, və yaxud da ki, belə deyil, bir mərhələli, iki mərhələli. Bir mərhələlidirsə, böldürük 2-yə. Böldürük, deməli, 2-yə. Yox, əgər iki partiyalıdırsa, dəymirik. Real həyatdan nə ola bilər? Məsələn, hədiyyələşmə ola bilər. Deməli, məsələn, 11 nəfər insan və yaxud da 10 nəfər insan deyir ki, qarşılıqlı olaraq hədiyyələşdi. Qarşılıqlı olaraq hədiyyələşəndə belədir ki, gəlin düşünək, burada cavab balaca mı olmalıdır, böyük mü olmalıdır? Yəni, 2-yə bölüb cavabı kiçiltməliyik, yoxsa yox? Düşünürəm ki, məsələn, A B-yə hədiyyə alıb, B də təbii ki, A-ya hədiyyə alırdı. Bunlar ayrı-ayrı şeylərdir. Onda mən burada AB yazmağımla BA yazmağım eyni şey olmadı. İkisi də bir-birinə hədiyyə almalıdır. Deməli, onda hamısı sayılmalıdır. Onda, deməli, hədiyyə deyəndə bölmürük. Və yaxud da ki, məktublaşma. Məktublaşma da bir növ hədiyyələşmə kimidir də. Mən ona məktub yazıram, o mənə məktub yazır. Onda belə düşünürəm ki, onda belə çıxır ki, məktublaşma deyəndə də 2-yə bölmürük. Amma nə olsa, məsələn, bölərik. Telefon danışığı. Telefon danışığında onsuz da bir dənə zəng olur ortada. Bir nəfər zəng eləyir, eyni anda ikisi də bir-birinlə danışır. Və yaxud da salamlaşma. Salamlaşan zaman salamlaşma prosesi bir dəfə baş verir. O da əlini uzadır, bu da əlini uzadır. Bu zaman yəni ikisi də bir-biri ilə salamlaşmış olur. Yəni təzədən məsələn A B ilə görüşür. Sonra biraz keçəndən sonra təzədən B gedib A ilə görüşmür. Ona görə orada təkrar-təkrar yazılmamalıdır. Məsələn, deməli telefon olsa, salamlaşma olsa biz 2-yə bölürük. Hədiyyələşmə olsa, məktublaşma olsa bölmürük. Bunu başqa-başqa örnəklərlə də artırmaq olar. Əsas odur ki, biz məntiqini bilək. Orada əgər A və B ilə BA eyni şeydirsə, onda deməli bölmək lazımdır. Məsələn, yəni telefonda salamlaşmada bu eyni şeydir də. A və B görüşəndə elə B də A ilə görüşmüş olur. Onda 2-yə bölməliyəm. Yox, əgər bu ayrı-ayrı şeylərdirsə, A-nın B-yə hədiyyə alması ayrıdırsa, B-nin A-ya hədiyyə alması ayrıdırsa, onda bölmürük. Bunları həmişə bu məntiqlə yanaşsaq, tapa bilərik ki, 2-yə bölmək lazımdır, yoxsa lazım deyil. Bu da bu tip sualların izahı idi. Sağ olun, hələlik.